Həsəd və paxıllıq insanın qəlbini korlayan, ruhunu zəiflədən və cəmiyyətdə anlaşılmazlığa səbəb olan ən təhlükəli duyğulardandır. İslam həsəd və paxıllığı qınayır və insanı başqalarının nemətinə sevinməyə, öz nemətinə isə şükr etməyə çağırır. Nisa surəsinin 54-cü ayəsində buyurulur: Qəlbləri bir-birinə həsəd aparanlar dünyada və axirətdə ziyana uğrayacaqlar. Həsəd insanı həm daxilən, həm də xaricən yorur. O, həm xoşbəxtliyi, həm də səadəti əngəlləyir. Paxıllıq isə insanı Allahın verdiyi nemətləri qiymətləndirməkdən məhrum edir və qəlbi qaranlıq edir. Peyğəmbər buyurub: Həsəd aparmaq qəlbi yeyib keçir. O, Allahın razılığını itirir. İmam Hüseyin deyir: Həsəd edən insanın içi daim boşluq və narazılıqla doludur. Şükr edən qəlbi isə daim rahatdır. Həsəd və paxıllıqdan uzaq olmaq üçün insanın başqalarının duyğularına sevinməsi, öz nemətlərinə şükür etməsi və Allahın verdiyi hər şeyin hikmətini dərk etməsi lazımdır. Allah hər kəsə verdiyi nemətlərlə imtahan edir. Həsəd və paxıllıq bu imtahanı pozan duyğulardandır. Onlardan uzaq olmaq qəlbi rahat, ruhu pak və həyatı nurlu edir. Başqalarının uğurlarına sevinmək, öz nemətlərinə şükür etmək və paxıllıqdan uzaq dayanmaq insanı həm ruhən, həm də cəmiyyət qarşısında dəyərli edir.